Herkese salam. 2025'i xilas edirəm gün 25-ə xoş gəlmisiniz. 30 gün 30 fərqli məndə bu gün nəhayət ki, xəyal panomuzu düzəldirik. Birinci sizlə bunu danışmaq istəyirəm ki, mən çox zəngin olduğumu düşünürəm. Bəs siz necə zəngin olduğunuzu düşünürsüz? Məsələn, hər gün yeyəcək bir qidavız varsa, yatacaq yeriniz varsa, nəfəs ala bilirsinizsə, sevinəndə, üzüləndə kimləsə bölüşə bilirsinizsə, ən azından sizi sevən biri olduğunu hiss eləyirsinizsə, görürsüz, danışırsınız, gəzirsiniz, hiss edə bilirsinizsə, bu o demək deyilmi ki, siz zənginsiniz? Demək ki, xəyal panosunun birinci məqsədi nədir? Bizə bu zənginlikləri xatırlatmaq. Və demək ki, biz bu zənginliklərin hər gün fərqində olmalıyıq. Buna görə də mütləq orada şükürlə bağlı ifadələr, fikirlər olmalıdır. Belə düşünürəm. Və bir də onu demək istəyirəm ki, biz bilməliyik ki, yeni ildə nə arzulayırıq. Yəni bir il daha gəlir, bu bir yaş daha böyüdüyümüz anlamına gəlir. Deməli burada nə arzuladığımızı da bilməliyik. Bəlli bir şey istəmək yaxşıdır. Amma baxır nə mənada. Məsələn, mənə görə pulun varsa ala biləcəyin şeyləri xəyal panosuna qoymaq çox da bir şey dəyişdirmir. Məsələn, mənim kifayət qədər pulum var ki, kamera alım. Bu tamamilə normaldır ki, o kameranı ora qoysam da onsuz da alacam, qoymasam da alacam. Yəni bu böyük bir şey dəyişdirmir. Ona görə düşünürəm ki, xəyal panosunda olan şeylər belə maddiyyatdan çıxmalıdır. Bizi sadəcə yaxşı hiss etdirməlidir, ruhumuza xitab eləməlidir. Elə şey olmalıdır ki, onu pul ala bilməsin. Təbii ki, pul alan şeylər, pulla yəni əldə olunan şeylər qoymuşammı? Qoymuşam. Varmı? Var. Yenə qoyacağam mı? Əlbəttə ki, qoyacağam. Hamımız qoyacağıq. Amma düşünürəm ki, yəni xəyal panosunun 80%-ni onu eləyib 20%-in insanı inkişaf elətdirən şeylər qoymaq bir o qədər də məqsədə uyğun deyil. Dediyim kimi, onsuz da pulun varsa, o təyyarə bileti alınacaq, o xaricə çıxılacaq. Məqsəd burada xaricə çıxmaq deyil, xaricə çıxıb nə əldə elədiyini görməkdir. Mənə görə xəyal panosu buna xitab eləməlidir və digər tərəfdən də onu demək istəyirəm ki, yəni artıq yenidən nə istədiyimizi biləndən sonra önəmli olan öz işığımızı tapmaqdır. Yəni 2026 üçün mənə işıq olacaq, mənə yol göstərəcək arzular, istəklər nələrdir? Bunu tapmaq lazımdır deyə düşünürəm. Yəni elə bir şey tapmaq lazımdır ki, o ildən istəyəcək. O sizə ümid versin, həzz versin. Yəni məsələn, mən nə qədər ki bir 2-3 videoda nə deyirdim? Çox yordu, amma həzz aldım. Çox yordu, amma əyləndim. Çox yordu, amma sonunda məmnuniyyət hiss edirəm. Demək ki, işimiz olan şeylər elə şeylər olmalıdır ki, onlar çox yorsa, çox incitsə, çox ağrıtsa belə sonunda bizi məmnun edə bilsin. Ona görə də hətta bu o şəkildə olmalıdır ki, mənim şəxsi düşüncəmdir bu təbii ki, amma ətrafımızdakı insanlar da bunun bizə necə təsir elədiyini görə bilsinlər. Yəni biz heç nə eləməsək belə ətrafımızdakı dostumuz, tanışımız, yaxınımız biri deməlidir ki, hə sənin bu sahədə o qədər çox qabiliyyətin var ki, yəni sən bunu kimisə gözünə soxmadan belə kimsə bunun fərqinə varmasa. Yəni qısaca heç nə olmasa belə işığımız bir şəkildə ortaya çıxır. Yetər ki, onu düz tapaq. Çünki bütün cavablar bizdədir və onu düz tapmaq üçün bizi yönləndirəndə yenə düşünürəm ki, xəyal panosudur. Və onu da qeyd eləmək istəyirəm ki, xəyal panosu quranda bir neçə sosial mediadan öyrəndiyim, özümün belə fərqinə vardığım bir şeylər var. İlk olaraq onu demək istəyirəm ki, mən 2 dənə xəyal panosu hazırlamışam. Biri mənə özəl, biri isə ümumilikdə ilə xitab edən, yəni qoymaq istədiyim hər şey və burada sizlə hazırladığım da o ümumi ilə özəl olan panodur. Və onu demək istəyirəm ki, mənə özəl panodaysa, məsələn, xüsusi AI proqramlar var və yaxud da adi şəkil düzəltmə proqramları var ki, onlarla birlikdə çox rahat şəkildə məsələn, özünüzü orada təsvir edə bilərsiniz. Tutaq ki, bir ev almaq istəyirsən yeni bir evin olsun. Evin içində özünü ora photoshoplayanda daha inandırıcı olur və beyin buna inanır və o ev sənin xəyalındakı ev olduğu üçün və içindəki də sən olduğun üçün beyin də bunu görür və qəbullanır. Məsələn, özümə özəl hazırladığım panoda buna xüsusilə diqqət eləyəcəm. Digər bir tərəfdən də onu demək istəyirəm ki, biz buna xəyal panosu deyirik, çox gözəl, amma məncə bunun adı xəyal panosu yox, reallıq panomuz olmalıdır. Məsələn, 2026-dakı reallığım. Çünki xəyal deyəndə bir şey arzuladığımızda qalır da, amma reallıq deyəndə bu yaşadığımızda qalmış olur. Ona görə də mən bu panomu xəyal panosu yox, gerçəklik panom, 2026 reallığın panosu adlandırmaq istəyirəm. Bu arada arxada qonşuda təmir işləri gedir. Ümid edirəm ki, videoya səsi düşmürdür. Hə, indi gələk bir sıra öyrəndiyim şeylərə. Onlardan
İlki nədir? Mahnı seçmək. Yəni ki, bu panonu hazırlayanda arxada mahnı açmışdım və o orada səsləndikcə mən də şəkillər hazırlayırdım. Burada iş bitdi. Mənim beynim bu şəkillərlə həmin musiqini artıq bir-birinə adaptasiya elədi. Mən o musiqini də harda eşitsəm bu pano yadıma düşəcək. Bu panoya da açan baxsam o musiqi ağlıma gələcək və beləliklə ikisi harmoniyada olduğu üçün onu dinlədiyim, birini dinlədiyim anda o birini düşünəcəm və beynim bu reallığa çatmaq üçün daha tətikdə olacaq deyə bilərik. Digər bir tərəfdən bilmirəm fikir verdinizsə yox, orada ətir səpdim. Bu ətirin məntiqi nədir? Axı bizim qoxu hafizəmiz var. Və mən də onu istifadə etmək istədim burada. Artıq mən o ətri nə vaxt qoxlasam, nə vaxt səpsəm, bu tarix, bu gün yadıma düşəcək və o hazırladığım şəkillər, pano yenə gözümün önünə gələcək. Bu da bir növ beynimi tətikləyir, çünki qoxu hafizəmlə birgə yəni şəkillərlə qoxu hafizəm bir-birinə belə deyim, yenə adaptasiya olur, yenə əlaqədə olur. Yəni sizə xitab eləyəcək, sizi rahatladacaq, gözəl bir belə deyim, şərait, ortam yaratmış olur. Digər bir tərəfdən onu demək istəyirəm ki, şəkilləri seçəndə də fərqi yoxdur, Pinterest-dən seçirsiniz, yoxsa AI proqramlarla qurursunuz. Mütləq özünüzə bənzər, ya özünüz, ya da özünüzə ən yaxın formada qurun. Çünki burada elə şeylər olmalıdır ki, mütləq içinizdən gələn, istədiyiniz olsun, yəni reallıq olsun. Olsa da olar, olmasa da olar deyən şeylər olmasın. Və son olaraq onu demək istəyirəm ki, önəmli olan bu şəkilləri hazırlamaqla yanaşı hərəkətə də keçməkdir ki, reallığımıza çevrilə bilsin. Bu günlük bu qədər. Sağ olun.